Rekor. Mutfak hamda yerine problem var diyorsun. Bizi Tura Bey İsmail xanım deyən orada söz. O qoşula bilmir hələ də. Mən qəbul eləmişəm eləməyin, amma qoşulmur. İnternetdə problem var. Bu qoşulurlar təqdim biraz setdə problem var. İndi qoşulacaqlar bir dəqiqə səbirli olun. Qoşula bildilər İsmail xanım. Tura Bey. Qoşulur Tərlan bəy, qoşulur bir dəqiqə. Qoşula. Setdə biraz problem var deyə ona görə Tamam, biraz tamam. Aha. Eğer siz bir dənə serverə girərsiniz, baxarsınız ekrana atmışam. Adı istehsal yazılıb. Ekranda bir dənə simple var sizin şeydə serverdə. Başlasım gelir ha. Orada belə istehsal yazılıb. Oraya girərsiniz. Orada Tural var. Tural seçərsiniz. Yazarsınız 1, 2, 3. Enter. Giriş eləyəsiniz. Ondan sonra da şifrəni falan dəyişmək istəyirsinizsə girib burada dəyişdirərsiniz. O heç. Məhsul adlarıdır falandır. Bunları başlayarsınız işləməyə yavaş-yavaş. İstehsal məhsulları tanıdarsınız sistemə, xidmətlər falan varsa tanıdarsınız. Sonra istehsal qayməsine keçid edərsiniz. Ki çox istəyərdim ki, bu ay bunu yekunlaşdıraq. İki tərəfdən də iş başlasın. Yekunlaşdırılmış inşallah. İki tərəfdən də iş başlasın ki, həm ilin axırı da yaxınlaşır. Yeni sezonda istəyirdim ki, başlayasınız belə tam olaraq istehsal tam işlədəsiniz. Mən qoşuma göndərənləri mənə bir dəqiqə. Göndərmir hələ ki, qoşulmur. İstəyirseniz biz davam edək. Yalnız videosu var. Videosunu göndərirəm, baxarlar. Rekord edirəm yəni. İstəyirsinizsə gözləyək. Gözləyib işləyək, gözləyək. Qoşulurlar.
Esnaf hanım qoşuldu. Esnaf hanım hatta bir dənə səsinizi verə bilirsinizsə, daha qoşulmuşsunuz siz ya yox başlayır. Eşidirsiniz Esnaf hanım, danışa bilirsiniz. Hə, davam eləyək. 227. Deməli, bizim silinmə transfer alış bölməsi bitdi. Biz keçid eləyirik birbaşa satış bölməsinə. Satış bölməsi də mal alışına oxşuyur. Sadəcə burada mal anbarımıza daxil olmur, anbarımızdan çıxır. Yəni ikisinə də satış alışın. Eynən alışda olduğu kimi satışda da sifariş var. Satışdakı sifariş nədən ibarətdir adətən? Yəni, tutaq ki, bir müştəri gəlib sizə deyib ki, əslində bu sifariş üstündən istəyən istehsala oxşuyur, yəni istehsal olmasına, amma yenə də satışda da var sifariş. Tutaq ki, bir müştəri gəlib sizə deyib ki, bizə sezonun sonuna kimi, nə bilim, bir, arasında bir 1000 kilo alma gətirin. Düzdür? Sizdə təbii ki, əlinizdə yoxdur bu. Adamlarla beyləşməlisiniz və yaxud da pul almalısınız adamlardan ki, bir qənaətə gəlmisiniz. Onun üçün satış sifarişi bölməsi var bizdə. Satış sifarişi keçid edirik. Burada bizim faktiki qaynamız var bu heç. Yeniyə vururuq. Burada bizə məhsul hansı kassadan satılacaq onu soruşur. Yəni hansı kassaya pul ödənilib onu soruşur. E, Biz burada kassanı seçirik. Kassa 1. Və hansı müştəri istəyib bunu bizdən? Yəni faktiki olaraq bizdə hal-hazırda məhsullar yoxdur. Sadəcə sifariş verirlər bizim.
Həsən Məlikov bizdən sifariş verib 15-11-ci tarixində 2024-də satılacaq mallar ƏDV ilə olacaq. ƏDV hesabla edilmiş qoyuluq. Həmçinin bunu satılacaq malı seçirik. Burada hər hansı bir məhsul seçmemizin fərqi yoxdur əslində. Səbəbini deyirəm sizə. Miqdarı bir ədəd, qiyməti bir ədəd, civaylı falan hamısı yerindədir. Deməli, satışın qayməsidir. Satış sifarişini yazdıq. Hansı malı bizdən bu məntiq belədir ki, Həsən Məlikov adlı şəxs gəlib bizə 15-11 tarixində deyib ki, mən notebook istəyirəm, Lenovo olsun, ThinkPad, miqdarı bir ədəd az oldu, 5 ədəd. Mən də onlara qiymət demişəm ki, misal olaraq bir dənə notebook bizə alsam 200 manata, ümumi məbləğ 1000 manat gələcək. Ədəbisə varsa, ədəbisə gələcək bunun üstünə. Yoxsa da heç nə. Ədəbiyyatdan azad seçmişəm mən bunu. Belə daxil olmalıdır. Hə, deməli, ədəbi daxil, ədəbiyyatdan azad. Niyə ədəbiyyatdan azad seçir? Bizim Lenovo, Lenovo'nun özü ədəbiyyatdan azaddır. Tamam. Nasıl yox? Ədəbiyyata satış edir. Gəldi bizdən sifariş verdi. Bizə sifariş qayməsinə sistemə yazdıq, formalaşdırdıq. Bu sifariş qayməsi hər hansısa bir məhsulun anbardan çıxmağı mənasına gəlmir. Yəni mən bunu yaddaşa versəm, zaten bu 5 dənə məhsul mənim anbarımda yoxdur hal-hazırda. Düzdür? Olmadığı üçün də bu məhsul heç bir halda miqdardan çıxılmır. Yəni 5 dənə məhsul satılmadı. Mən nə vaxt ki bu sifariş sənədini satışa çevirsəm, baxın satış bölməsi var aşağıda sağda. Bu alışda da xatırlayırsınızsa, alışda da var idi aşağıda sağda. Eynən də satış sifarişində var. Yəni aşağıda sağda satışa bassam, avtomatik bizim bu seçdiyimiz qaymə satışa çevrilmiş olur. Gördüyünüz kimi. Satışa çevrildiyi üçün də biz gəlib satış sənədində artıq və hər şey özü doldururuq burada. Bizim heç nə yazmamıza ehtiyac yoxdur. Sadəcə bizim hal-hazırda bu Lenovo'dan 5 dənə yoxdur deyə anlarımızda satış edə bilməyəcəyik bunu. Belə formal olaraq göstərim sadəcə sizə. Gezin, ən yaxşı bunun alışını yazaq, ondan sonra satışını yazarıq. Gəlin 5 dənə bundan alış eləyək ki, sonra satış edə bilək. Notebook ədəddir 5 ədəd. Qiymət də ki, nə bilim, 200 manat satırıq da, 150 manatdan alış elədik. Gəldi indi satış sifarişinə, bizim bu qayməmizi çevirək satışa, satışa basırıq buradan. Hətta buradan işləməyək, mən sizə daha rahat olsun deyə birbaşa menudan göstərim. Menuda satış bölməsinə daxil oluruq. Daxil ondan sonra yeniyə vururuq. Burada bir dənə təklif bölməsi var yuxarı hissədə. Təklifin üstə 3 nöqtəyə vururuq. 3 nöqtəyə vurandan sonra bizim sifarişlər açılır. Bayaq yazdığımız sifariş qayməsidir bu. Bunu gördüyünüz kimi aşağıda. 2 nömrəni seçirik. Seçəndən sonra sistem hər şey avtomatik özü doldurur. Hansı anbardır, hansı müştəri üçün idi. Sən Məlikov üçün miqdarı neçə ədəd idi? 5 ədəd 200 manatdan, məbləği də 1000. Amma ondan sonra biz bunu yaddaşa versək, avtomatik bizim bu məhsul anbardan çıxmış olur. Yəni biz bu məhsulu bu adama satdıq və bizim mənfəət zərər hesabatımız və satış dövriyyəmiz artdı. İçində də bizim mallar son qalığa girsək, hesabla vuraq. Mesela Lenovo ThinkPad-ə baxsaq dövriyyəsini sağ hissədən ardıcıl olaraq göstərir ki, bu məmlə daxil eləmişsən, bir dəfə ondan sonra satışını eləmişsən 5 ədəd. Tam burada sağda göstərir. 750 manatdan məbləğ olaraq göstərir. Bir də bunun transfer qayməsi var. Əgər buradan baxmaq çətin gələrsə sizə, məhsul hesabatına giriş edə bilərsiniz siz. Burada hesabla vurarsınız. Həmən məhsulu istəsəz burada axtarış verərsiniz. Lenovo notebook yazsın, məncə çıxacaq. Notebook sildi. Enter-ə vursaq, avtomatik o məhsulu çıxardır və o məhsulun dövriyyəsini çıxardır. Yəni göstərir ki, bu məhsul bu tarix aralığında, seçdiyimiz tarix aralığında aidlanacaq. Və daxil olunub miqdarı neçə ədəddən, neçə manatdan, ondan sonra satışa gedib, maya dəyəri 750 manatdan çıxıb, transferi var 2 ədəd. Bu məhsul ümumi dövriyyəsini göstərir. Yəni bizim bu satış sənədimiz olmasaydı, heç sifariş sənədi deyil, sifariş sənədi. Bu heç bir işə yaramır əslində. Bunu biz sistemə 100 dənə də mən sifariş sənədi yazsam, heç birində də məhsul miqdarı azalmayacaq. Çünki sadəcə bu sifariş deyəniz, zəng edib sifariş veriblər. Məhsul, hər hansı bir məhsulu mən götürüb ambardan adama verməmişəm. Sadəcə dəftəri not eləmişəm özüm üçün ki,
Bu adam məndən sifariş verdi. Mən də bu maldan yoxdur. Mən də gedib başqasından almalıyam malı ki, yəni satış. Bu da bizim satış ilə satış sifariş bölməmizdir. Təbii ki, bayaqları mal alış sifarişi, mal alışı olduğu kimi malın geri verilməsi var idi. Eynisi də satışda var. Satışdan geri var. Satışdan gerinin içə daxil olsaq, satışdan geri nədir? Bizim faktiki satış qayməmizin, hansı ki, 4 nömrəli qayma var burada. Onu geri qaytarmaq üçün nəzərdə tutulur. Yəni adam gəldi bizdən 5 ədəd notebook aldı, amma üstündən bir müddət keçib adam deyir ki, yəni bir müddət dediyim, yəni bəzi ümumiyyətlə dövlətin qaydasına var ki, 14 gün ərzində geri qaytara bilər məhsulu. 14 gün yox, bir həftə keçib üstündən adam gəlib deyir ki, mən bu məhsulun e, 4 dənəsini yox, bir dənəsini geri qaytarıram. Korobkasını açmamışam da ümumiyyətlə. Onun üçün biz iki dənə yolumuz var. Satış sənədinin üstündə qaymaya vurub, 4 nömrəli qaymaya. Yuxarıda sağda refund var. Ona vura bilərik. Avtomatik satışdan geri sərbəst olacaq. Gördüyünüz kimi. Və yaxud da ikinci bir variant. Satışdan geriyə vururuq menudan. Yeni qayma yaradırıq və burada satış qayməsi var. Görürsünüz ki, hansı satış qayməsini geri qaytarmaq istəyirsən. 3 nöqtəyə vurandan sonra opsi qaymələr açılır. Bizim ən axırıncı seçdiyimiz qayma Lenovo ThinkPad 4 nömrəli qaymədir. Onu seçim edirik. Avtomatik sistem miqdarı nəticə hamısını doldurur, qiymətinə qədər. Sadəcə biz miqdardan dəyişdiririk. Deyirik 5 ədədini yox, 1 ədədini biz geri qaytarmaq istəyirik. Digər 4-ü istifadə edəcəm mən. 200 manatdan geri qaytarırıq və yaddaşa veririk. Və yaxşı vəziyyətdə bu məhsulun məhsul hesabatına girsək, baxın son miqdarı 1 ədəd idi. Amma indi hesabla vursam mən buna, son miqdar 2 ədəd oldu. Niyə? Çünki mən 5 ədəd məhsul satmışdım. Görürsünüz 5 ədəd miqdarı. Adam gəlib bir dənəsini geri qaytardı mənə. Yəni bir dənə qalığım var idi, üstündə də bir dənə gəldi. Yəni mən götürdüm notebooku nə elədim? Çatışa geri olanda adam notebooku götürdü, apardı qoydu vitrinə. Nə bilim apardı qoydu ambara. Yəni nəticə olaraq mal bizdə qalmış oldu. Sadəcə bizim orada bir 150 manatlıq, 200 manatlıq dövriyyəmiz var idi. Bu dövriyyəmiz baş tutmadı. 50 manatlıq da mənfəətimiz var idi, o baş tutmadı. Nəticə olaraq malımız geri qayıdıb amma. Bu da satışdan geri bölməsidir. Satışdan geri satış bölməsi, bir də satış sifariş, üçü də bir-birinə eynisidir, bir demək olar eynisidir. Sadəcə bir-iki sütun fərqlənir orada. O da satış hissəsində satış bölməsi təklif yazılıb, satışdan geri satış yazılıb. Yəni demək olar məntiq olaraq eynidir. Biz müştəri seçirik, kasa seçirik, şöbəsini, ədresi varsa ədresini, güləş varsa güləşdi, satış növü var orada. Hə, bir də yadımdan çıxmış, onu deyim. Satış zamanı bizdə normalde bir kassadan satış olur. Sadece sizde ERP olmayacağı için. Burada növlər var. Nağd, nisye, kredit növləri var. Nağd bildiyimiz nağd. Yəni o deməkdir ki, biz bu məhsulun pulunu nağd götürmüşük adamdan. 1000 manat idi. 1000 manatı nağd verib mənə çıxıb gedib. Bizim avtomatik kassamızda pul formalaşır. Nisye odur ki, adam bizə borclu qalıb. Yəni biz gedib müştəri hesabatına baxsaq, müştəri hesabatına görəcəyik ki, bu adamın, məsələn, mənə ki, bizə borcu var. 1000 manat bu qaymədən formalaşır. Kredit də odur ki, burada baxın saxta bir kredit hissəsi açılır. Neçə aya bölmək istəyirsinizsə. Yəqin məlumatınız var, bu taksi kartlarında falan olub gəlib bölürlər ayları falan. Yəni əgər təbii ki, kredit varsa sizdə, yoxsa istifadə eləmirsiniz. Adətən bizdə istifadə olunan nağddan hissədir müştərilər. Və satış növünü seçirik. Burada nağd hissədir ki, plan var, oturub və ya oturmadı. Bu nə üçün lazımdır? Burada əgər satış növü tutalım ki, Həsən Məlikovdur, düzdür? Satış növünü seçək burada nağd başa verək. Sabahlardan gəlib pulun geri, desək ki, mən bu məhsulu geri qaytarıram. Hansı ki, bayaq gəlib bir dənəsini geri qaytarmışdı. Avtomatik kassada oturan şəxs kimdirsə, bunun pulunu geri qaytarmalıdır. Çünki deyəcək ki, mən bu pulu nağd vermişəm. Yəni, isyan olmuşam sizdən, mənə sizə borcum yoxdur. Ona görə adam görməlidir ki, bu məhsul nağd satılıb. Nağd satıldığı üçün də məhsulu geri qaytarmalıdır pulunu adama. Bu da satışdan geri bölməsidir. Qalıq düzəlişi var, bu sizə lazım olmayacaq böyük ehtimal. Çünki olan yerlərdə istifadə olunur. Sadəcə anbarınızda əksik gələn malları, yəni müxavirləşmə getməyən satışları avtomatik düzəltmək üçün istifadə olunan bir şeydir. Bu ki, zaten sizdə kassa market məntiqi deyil deyə, desal məntiqidir, bu sizdə olmayacaq. Sənədlərimiz bu qədər. Xidmət alışı, xidmət satışı sizə lazım deyil. Elə bir hükümətiniz yoxdur sizin. İstehsalı bir xidmət istifadə olunur. Gələk biz hesabatlarımıza. Zaten biz bayaqdan dövriyyəmizi izlədiyimiz üçün
daimi yazdıqca hesabatlardan az çox tanışırıq. Yenə də mallar son qalığı bir dənə zəhmət olmasa qapını bağlaya bilərsiniz. Asiyə xanım, nə qapını bağlaya bilərsiniz. Gələk biz hesabatlarımıza. Mallar son qalıq hesabatımız var. Mallar son qalıqda biz ümumi məhsulların anbarımızda nə qədər qaldığını görmək üçün istifadə olunan bir hesabatdır. Burada bizim bir çox sütunlarımız var. Əsas bizə anbar lazımdır. Hansı məhsulların hansı anbarda var və yaxud da yoxdur. Misal üçün corabı göstərir. Corab xam mal anbarında qalığı bir ədəddir. Maya dəyəri 5 manatdan gəlir. Vergi məbləği 0,90 qəpik yazılıb burada. Vergi məbləği də yəni sonra ədəbindən gedir. E, Divan var burada. Divanın qalığı bir ədəddir. Həmçinin burada məhsulların siyahısını gördüyümüz kimi məhsulların üstünə vurduqca sağ tərəf dəyişir. Sağ tərəfi göstərir bu hissəni. Amma vurduqca hamısı dəyişir. Niyə? Çünki sağ tərəf bu məhsula aid. Yəni notebook Lenovo-nun dövriyyəsidir bu. Notebook Lenovo necə olub ki, qalığı bir ədəd qalıb, onu göstərir. O da sizin də bizə deyir ki, sən bundan 5 ədəd almısan, sonra bir ədəd almısan, sonra satış eləmisən 5 ədəd, sonra transfer eləmisən, sonra satışdan geri eləmisən. Ona görə səndə artıq belə miqdar formalaşma lazım. Padoşkanı baxsaq, padoşkanın da istehsala silinməsi var, bölünməsi var, birləşməsi var, mal mədaxili var Avroradan. Yəni malların üstünə vurduqca biz burada istədiyimiz kimi malların dövriyyəsini görə bilərik sağ hissədə, sağ bölmədə. Bunu e, yadınızda saxlayın. Sol tərəfdə bizim sənədlərdə mən ilk təlimdə sizə demişdim ki, bizim sənədlərin məlumatlardan fərqli tərəfi odur ki, sənədlərdə tarix olur, məlumatlarda tarix deyə bir şey olmur. Tarixi biz dörd cür verə bilərik. İnterval üzrə. İnterval nədir? Biz faktiki burada istədiyimiz tarix seçə bilərik. İşte bura əlində yazmaq olar. İstədiyimiz şey 2023 misal yazıram. Enterə vururam, sonra hesabla vururam, axtarışı verirəm. Və yaxud da belə dəyişdirə bilərəm. Avtomatik belə gedib dəyişdirə bilərəm. Mayın üstünə vursam belə siyah bazılaşır. İlə vursam ümumi bazılaşır. Bu da era üzrədir. Zaten 2029-a qədərdir bu. E, Bu birinci tarixdir, başlama tarixi. Bu da ikinci tarix, bitmə tarixi. Zaten nəticə olaraq sizin qaldığınız bu günün qalığını göstərir. Sadəcə bu nə üçündür? Başlama bitmə tarixində bu malların dövriyyəsi olub olmayıb. Yəni 2023-də, 2024-də kimi Lenovo-nun dövriyyəsini görmək istəyirəm mən sağ hissədə. Bu onun üçündür. Təchizatçı var. Təchizatçı nədir? Biz misal olaraq Aurora'dan, yəni Lenovo-dan aldığım məhsulları görmək istəyirəm ancaq. Baxın, ancaq bu məhsulu almışam Lenovo-dan. Yəni bunu sırf nə üçündür? Mənim adama borcum var, tamam, amma adamdan bu kimi nə qədər mal aldım? Mən borcluyum. Bence baxa bilərsiniz ki, adamdan bu kimi telefon mal almışsınız və yaxud da bu adamdan aldığınız mal ambarda qalıb sata bilməmişsiniz. Ya defektdir, ya ziyandır, ya keyfiyyətsizdir. Bu səbəblərə görə burada filtr qoymuşuq biz. Sıfır qalıq var, təchizatı söndürək. Sıfır qalıq, qalığı sıfır olan məhsullar çıxartmaq üçündür. Yəni, burada normalda malın qalığı sıfır qalanda avtomatik hesabatda silinir bu. Sıfır qalığa yandırsa avtomatik həmin məhsullar siyahıya gəlmiş olur yenidən. Ad var, bayaqları gördünüz zaten mən burada adını yazıb qarışıq belə bildiyim dəqiqə. Notebook, Lenovo, adı notebook deyil ki buna. Notebook, notebook Lenovo ThinkPad. Burada adını yazıb qarışıq verə bilərəm istədiyim məhsulu. E, Və yaxud da malın özünü birbaşa axtarışa seçim edə bilərəm. Əgər adını bilmirəmsə, bu nə üçündür? Burada bir məhsul axtarışı vermək olur. Yəni bir eyni vaxtda bir ədəd məhsula baxa bilərsiniz. Amma malın üstündə bir neçə məhsula eyni vaxtda seçim edib baxa bilərsiniz ki, son olaraq bunların qalağı yoxdur deyə çıxmır. Prosesor taxta, padoşkaya baxaq bir də. Hesabla vururuq. Gördüyünüz kimi ancaq seçdiyi məhsulların siyahısı gəldi mənə. E, Son qalıq var. Son qalıq nədir? 11 gün ərzində, bir gün ərzində, 30 gün ərzində, 7 gün, 60 gün ərzində satışı olan məhsullardır, yəni satışı gedən məhsullardır. Ambar var, sırf hansısa ambar seçim edə bilərsiniz. Biz olaraq ancaq xam mal ambarında olan məhsulların miqdarını görmək istəyirəm və dövriyyəsini görmək istəyirəm ki, mənim ümumiyyətlə nə də xam malım var cəm olaraq və məbləği miqdarı nə qədərdir? Bu ambar hissəsi onun üçündür. Tiplər var, sırf tip üzrə baxa bilərsiniz ki, misal olaraq ancaq tipslərə baxmaq istəyirəm, çörəklərə baxmaq istəyirəm və yaxud da digər X1 tipdə olan məhsullara baxmaq istəyirəm. Misal olaraq sizdə nə var idi? Hə, yadıma düşdü. Sizdəki nə idi? Nə istehsaldan baxaq. Xammallar, gilas geometri, ikincdir.
İkincidə başqa məhsul var. Kök altı, kök altı. Kök altıya baxmalı yapışsın. Onlar sonra alır. Kök altı, kök altı. Kafe, kompot. Burada heç kök altı. Var mı görəsən? Kök altı var. Sonra hesablı vururuq. İndi bizim bu məhsulların heç birini yəni bunu söndürək. Amanlarını söndürək hətta. Başqa nə filtr vermişik? Yuxarı təchizatı vermişdik. Vermişik. Bağlamışıq ama filtri. Hə, kök altında bir dənə məhsulumuz var. Maksimum. Amma mən o günləri bunu tabi etdim ki, məhsulları tiplərə bölsəz hesabatı daha yaxşı izləyə bilərsiniz. Misal olaraq sizin bütün məhsullar, yəni bütün kök altı məhsullarımızın tipi kök altı olsa, bir dənə burada filtr versəz ki, kök altının qalığına baxmaq istəyirəm. Buradan girib rahatlığına baxa bilərsiniz. Və burada ədresi var. Ədəd 18%-nə olanlar, ədəd adı olanlar və digər X məhsuldur. Mal qalaqları hesabatı demək olar bundan ibarətdir. Bir dənə mənim səsim getməyib. Yox, getməyib. Mal qalaq hesabatı bundan ibarətdir. İkinci bir hesabatımız bizim mal qalığı seriyası lazım deyil, mənfi lazım deyil, satış tarixçesi lazım deyil, məhsul hesabatçısı lazım olacaq. Zaten bayaqları biz burada giriş eləmişdik məhsul hesabatına. Yenə də bir üstündən geçmiş olaraq. Məhsul hesabatında dediyim kimi biz məhsulun giriş və çıxışda hansı maya satıldığını görə bilirik. Yəni belə deyim, FIFO-nu buradan izləyə bilirik. Əsl FIFO-nun nə olduğunu buradan izləyə bilərik. Yəni burada bəzi məqamlarda bizim müştərilər fikir ayrılığı yaranır ki, yazılan qiymətin nə olduğunu tam başa düşmürlər. Baxın, burada yazılan qiymət, burada qiyməti plan deyil. Əlavə məbləğ də həmçinin satış məbləği deyil. Bu FIFO-nun, yəni bu göstərir ki, mal mən daxil eləmişəm 150 manatdan, düzdür, 750 manatda bu məbləğidir. Sonra satış eləmişəm. Bu qiymət onu göstərir ki, bu 5 dənə satdığım məhsul hansı girişdən çıxış edib. Yəni onun mənası budur ki, iki dənə giriş var da, düzdür. Biri 150 manatdır, biri 200 manat tutalında. Amma ilk 5 dənə satmışamsa, bu 150 manatlıqdan satmalıdır. Yəni mənim nəticə olaraq bunu satmışam 200 manata. Mən buradan 50 manat gəlir əldə eləmişəm. Nə olsun ki, ondan sonraki gələn məhsullar 200 manata gəliblər. Gəlsinlər. Mən 5 dənəsi satıram 200 manata, 50 manatımı tutum oradan. Ondan sonraki gələn məhsullardan da 100 manata gələ bilərsə, hər bunu satıram 250 manat. Yəni bu FIFO bu hesabat sırf onun üçündür. Girişlə çıxışı izləmək üçün. Yəni bu mal ambara girib 150 manatdan, sonra bu 150-dən girən məhsuluna bax satılır. Onu burada izləyə bilirik şey. Satışda baxırıq ki, 5 dənəsi 150 manatdan girdiyi məhsul satılır. Yəni satış qiyməti burada fərqlidir zaten. 200 manatdan amma bu giriş qiymətini göstərir. Yəni azılan qiymət bizim FIFO-da giriş qiymətidir. Buradakı qiymətdən birəbir eyni şeydir. Yəni bunu heç bir halda siz qarışdırmayın ki, bu satış qiymətidir və ya bu satış qiyməti deyilsə niyə belə göstərir? Satış qiymətini görmək istəyirsiniz, o zaman satış hesabatı var ayrıca. Orada girib baxa bilərsiniz. Onu göstərəcəm indi. Hesabatın sağ hissəsində ən sağda müştəri və şöbə var. Hansı müştəriyə baxmaq istəyirsiniz, seçə bilərsiniz buradan. Sırf bu müştəridən gələn məhsulları və ya qaymələri seçə bilərsiniz. Eynən sol tərəfdə yenə interval var. Bayaq intervalın üstündən keçdim. İnterval izah etdim. Digərləri qaldı. İntervaldan başqa günlük hesabat var. Faktiki bir gün üstündən hesabatdır bu. Yəni sırf 14-ünə, 15-ə baxmaq istəyirsinizsə, 15 olan dövrəyə baxmaq istəyirsinizsə, aylar var. Sırf noyabr ayına baxmaq istəyirsinizsə və illik var. Niyə tez vaxtı tutarım? Yəni bir vaxtı qalıb. Necə qalıb? Hə, sırf illik baxmaq istəyirsinizsə 2024-də baxa bilərsiniz. Yəni bir də interval seçib burada 2021, 2024 0101 yazmağınıza ehtiyac yoxdur. Ee, Yine də sol tərəfdə digər filtrlərimiz var. Ambar var. Yenə ambarı seçirik. İstədiyimiz ambara görə filtr verə bilərik. Qarşı verə bilərik. Bir dənə bu hesabatın mal qalıqlarından fərqi burada əməliyyat deyə bir filtr var. Əməliyyat filtri nədir? Yəni opsiya açaq. Tamam ki, bir malın, notebook Lenovo'nun bir neçə fərqli qayməsi var. Düzdür, mal mədaxili var, satışı var, transferi var, satışdan gerisi var. Hal-hazırda 1, 2, 3, 4 dənə qayməsi var. Mən burada filtr versəm, sanki mən baxmaq istəyirəm ki, mən ancaq bunun alış qaymələrinə baxmaq istəyirəm. Onun üçün bizim əməliyyat filtrini yandırırıq. Yandırandan sonra
Seçirik ki, mal mədaxilini ancaq mal mədaxilinə baxmaq istəyirəm. Yəni digər qaydalar mənim heç maraqlı deyil. Transfer olunub və ya olmayıb. Avtomatik əməliyyat filtrində mal mədaxili seçmək isə biz ancaq o qaydaları çıxardır. Yəni Lenovo-nun mədaxil qaydalarini çıxardır. Və yaxud da mal mədaxilindən əlavə satış fisiyyətləri mədaxil və satış qaydalarını bir yerə çıxartsan, onun üçün nəticəli hesabla vururuq və gördüyünüz kimi 3 dənə qayda çıxartdı. Digər hissə isə malın adıdır. Digəri də təchizatçıdır zaten. Təchizatçının burada adını axtarışa girib axtara bilir. Hakim var idi. Yellow var idi. Yellow adı yazmadı. Nasıl görürsək, Yellow burada heç məhsul almamışıq biz. Burada almışıqsa da alış qaydamızda yoxdur. Yellow'dan almamışıq. Orada kimi idi? Aurora. Aurora'ya baxaq. Aurora'dan almışıq. Var bizim məhsullarımız. Bu da bizim təchizatçı filtridir. Bir dənə də əlavə filtr var burada. Adı qısadır. Qısa nə üçündür? Normalda bizim hesabat iki hissədən ibarətdir. Buna biz iki xüsusi hesabat deyirik. Yəni hesabatın bir yuxarı hissəsi var, bir orta hissəsi var. Orta dediyim aşağı hissəsi var. Bu nədir? Məhsulun adı gördüyünüz kimi qara ilə işarələnib. Yuxarı hissə ünvəti qaradır. Bir də boşluq var içində. O məhsulun dövriyyəsi, yəni qaymələri. Yəni bunu 2020 eləsək, başqa məhsulun dövriyyəsi yoxdur ki heç. Hə, var. Baxın, hər məhsulun öz qarası var və altında ağları var. Qarası var, altında ağları var. Nədir? Bu məhsul ümumi göstərir, məhsulun barkodunun ədədini, ümumi miqdarını, nə qədər artıb, nə qədər azalıb, son miqdarı nə qədərdir. E, Aşağı hissədə bu miqdar necə formalaşıb onu göstərir. Yəni artan miqdar necə olub? Artan miqdar bir ədəd olub. Göstərir ki, burada sən mədaxil eləmişsən, ona görə bir ədəd miqdar artıb. Həmçinin artan məbləğ necə olub ki, 2 manat olub? O deməkdir ki, sən bunu 2 manatdan almısan. E, Yəni hesabatın məntiqi budur. Yuxarı hissə və aşağı orta hissə. Düymənin adı və düymənin dövriyyəsi. Parçanın adı və parçanın dövriyyəsi. Hesabat bu cür davam edir. Bizim qısa filtrimiz nə işə yarayır? Qısa filtr o işə yarayır ki, yuxarı hissə, qara hissə dediyimiz hissəni, qısanı açsaq, avtomatik saxlayır və digərlərin hamısını silir. Yəni bu o deməkdir ki, məhsulların dövriyyəsini silir, mal mədaxili, istehsalı silinmə, bunların hamısını silir. Ancaq bu qara ilə olan hissələri saxlayır. Sadəcə rənginə ağardır. Başqa bir funksiyalı yoxdur. Yəni sizə çətindirsə əgər belə baxmaq ki, malın adlı dövriyyəsi, malın adlı dövriyyəsi sırf qısanı yandırıb ancaq malın adları olan bölmələri tapa bilərsiniz. Həmçinin ümumi nə qədər miqdarı artıb, nə qədər azalıb ona baxa bilib izləyə bilərsiniz. Bu da bizim məhsul hesabatı idi. Sizdə qalan yerdə qalan satış hesabatı qaldı. Bir dənə satış hesabatında əsas sizə göstərmək istədiyim hesabat budur. Sizə maraqlı gələ biləcək hesabat budur. Bir dənə bunları belə böyüdüm. Miqdar tarix. Hə. Satış hesabatı bildiyimiz bizim satış hesabatıdır. Yəni biz məhsulları neçə satmışıq və bu məhsulun nə qədər gəlir əldə eləmişik. Bizim əsas maraq daşıdığımız, şirkətin rəhbərliyinin maraq daşıdığı hesabat bu hesabat olur adətən. Satış hesabatında bizim üç nöqtəyə vursaq, bir çox sütunlarımız var və ya pivot deyəndə mən bunu deyirdim sizə. Burada misal olaraq biz tarixi söndürsək hal-hazırda. Yəni burada avto ölçü verək, hə, düzəltsin. Tarixi söndürəndə görün nə baş verir? Miqdar, məbləğ, satış məbləği, gəlir faiz, gəlir üzrə ümumi bir dənə tarix 2022-dir. Bir dənə sütun çıxardır bizə, düzdür? Yəni ümumi tarix üzrə bir dənə sütun çıxardır. Amma biz burada bilə bilməliyik ki, bizim hansı məhsulumuzda nə qədər gəlir əldə eləmişik. Bu göstərir bizə ki, 30%-dən gəlir əldə eləmişsən 201 manat. Amma bəlkə də hansı məhsulda mən ziyan getmişəm. Bəlkə də hansı məhsulda daha artıq pul götürmüşəm. Onu izləyə bilməyimiz üçün sol tərəfdə bizim filtrlərimiz var. Filtr deyim, yəni filtr deyil artıq bu pivotun özüdür. Sol tərəfdə mən deyirəm ki, hesabatı sən bir dənə tarixə görə böl. Bunu açıram. Gördünüz, tarixə görə böl. Göstərir ki, sən 2 gün ərzində satışın olub. Bir 14.09-da, bir də 15.11, 15.11 yəni bu gün tarixində satışın olub. Ondan sonra deyirəm ki, hesabatı saata görə böl. Otomatik saata görə bölüb saat üstünə gətirir. Ondan sonra deyirəm müştəriyə görə böl. Hansı müştəriyə mən nə qədər məhsul satmışam. Şöbəyə görə böl. İndi kredit falan yoxdur sizdə və ada görə böl. Bizə maraqlı olan budur. Yəni hansı məhsullar satışa gedir. Həmçinin tipə görə və növ varsa növə görə. Gördüyünüz kimi hesabat kiçik bir hesabat idi. Amma mən burada filtrləri açdıqca, bunların hamısını açdıqca hesabat böyüməyə başladı və uzanmağa başladı demək olar. Bu niyə görədir? Çünki hesabat default halında
ümumi dövriyyə üstdən işləyir. Yəni bu günə kimi sənin satışın bu qədər olub, bu qədər pul tutmusan. Amma mən burada dedikcə buna ki, məhsulun adına görə böl, məhsulun müştəriyə görə böl, məhsulun saatına görə, tarixinə görə böl, avtomatik o parçalamaq məcburiyyətinə qalır hesabatı və siz istədiyiniz hesabata almış olursunuz. Və burada biz baxsaq görərik ki, nümunə Lenovo-nun zaten bu günə dövriyyəsi var bir dənə, bayaq yıldan məhsuldur. Miqdarı 4 ədəd, məbləği 600 manat, satış məbləği 800 manat. Yəni 150 manatdan almışıq 4 ədəd 600 manat eləyib, 200 manata satmışıq 800 manat eləyib. Bizim burada 200 manatlıq gəlirimiz var və 30,3%, 30,30% eləyir. Bu 3%-lə fərqli olar. Həmçinin digər məhsula baxsaq, buradan bizim nə qədər gəlir əldə etmişik və satış məbləği nə qədərdir? Məbləği. Bu məbləğ bildiyimiz bizim maya məbləğidir. Satış məbləği, satış məbləği. Hesabatımızın sağ hissəsində də bizim kiçik bir dashboard yerləşir. Sadəcə bu dashboardun nə dərəcə istifadə edirsiniz bilmirəm. Müştərilərim zaten baxırlar belə. Ki ümumi dövriyyəni göstərir. Nə vaxt nə qədər gəlir əldə edirəmsə onu göstərir. Baxın gəlir üstünə vursa göstərir ki, bu tarixdə 200 manat gəlir əldə olunur. Bu hesabatı olduğu kimi çıxarış edə bilərsiniz. Excel-ə, zaten bu Excel-i göstərmişdim sizə. Və yaxud da hesabatda bunlardan əlavə yuxarıdakı filtrlərdən əlavə aşağıda malın adına görə bir filtr verə bilərsiniz ki, mən ancaq Lenovo-nu görmək istəyirəm və yaxud da notebook görmək istəyirəm. Notebook, Lenovo ThinkPad. Enter-ə vursaq ancaq həmən məhsulu çıxardırıq biz. Yəni mal material hissəsi demək olar bundan ibarətdir. Bizim bu günlərin, mənim daha doğrusu bazada görüləcək işlərim var. Bazarı sıfırlayacağım, yeni video açacağım, verəcəm sizə. Ondan sonra kanalların da ekranına bazan atarım. Göndərsin, hansı imtiyaza sahib olacaqlarını göndərsin. Zaten günün sonunda demək olar, mən təhvil verirəm bu bazarı sizə. Siz də bazara girərsiniz, yavaş-yavaş məhsulların adlarından başlayarsınız açmağa. Məhsulların adlarıdır, tiplərin adlarıdır. Müştərilər varsa müştərilər olsun, təchizatçılar varsa təchizatçılar olsun, tiplər ola bilər, anbarların adlarıdır. Ondan sonra avtomatik qayma yazılmağa keçən zaman, zaten sabahlar alt bazardır, yetər qədər vaxtımız var işləməyə. Qayma yazılan zaman artıq birinci gün ya ikinci gün vaxtımız olarsa bir qoşularız. Qoşulduqdan sonra izləyərik prosesi, yazdığımız qaynalara baxarıq, düzdürmü, səhvdimi, hər hansı bir yanlışlıq varsa düzəltməyə çalışarıq, yanlışlıq yoxdursa da nə formada davam etmək lazım olduğunu bildirərik. Yəni proses bu formada davam edəcək inşallah. Siz də prosta mən videoları göndərəcəm. Çalışın biraz üstünə düşün. Ən azından videolara baxın, ən azından girin bir praktik olaraq hər biz öyrəşsin, test edin. Çünki bu elə bir şeydir ki, mən burada yəni oturub 10 saat da danışsam, siz 10 saatda videoya baxsaz, heç vaxt praktik eləməsəz, o yadınızda qalmayacaqsınız. Yəni proqram elə bir şeydir ki, o özünüz bir orada məhsul yaratmalısınız, bir dövrəyə girib baxmalısınız, hesabata girib baxmalısınız. Yəni maksimum bacardığı qədər proqramı içini araşdırmalısınız ki, ən təcrübəmiz həmçinin də öyrəşməyimiz lazımdır. Bundan sonra zaten dediyim proses maksimum yəni bir həftə vaxtımızı alacaq. Ümumi sistemi öyrənməyimiz. Bundan sonrası qabağımızda nə qədər iş varsa, hamısı çox rahat olacaq sizin üçün. Bütün zaten rahat sistemi öyrəşəndən sonra bir problem qalmayacaq ortalıqda ümid edirəm. Hər hansı bir sualınız varsa buyurun verə bilərsiniz təlimlə bağlı və ya başa düşmədiyiniz bir məqam varsa, yenidən izah eləmək istədiyiniz bir hissə varsa, istehsalla bağlı ola bilər, mal materialla bağlı ola bilər. Və yaxud da X bir ayrı bir sualınız varsa, onunla bağlı sual verə bilərsiniz, cavablandıra bilərəm. Təlimlə bağlı narahat olmayın, videolarını indi Zoom-dan çıxartmışam, yükləmişəm, göndərəcəm sizə. Sadəcə videolar hissə-hissədir, qısa-qısadır. Yəni orada mən